Salam, hörmətli müdavimlər, hər kəsi salamlayırıq. Sizinlə danışan Əsmər Hüseynovadır, Kurikul üzrə təlimçi. Bu günləri Time 2024-cü il və 2025-ci il qəbul proqramına salınmış sosial intizam modeli ilə tanış olacağıq. Gəlin sosial intizam nəzəriyyəsinin nə olması ilə bağlı deməli, bilik və bacarıqlara diqqət yetirək. Əvvəla sosial intizam modeli Avstraliyalı psixiatr və pedaqoq Rudolf Dreyfus tərəfindən tədqiqat üzərində, yəni şagirdlər üzərində tədqiqatlar aparılmışdır. Və bu zaman uşaqların xoşagəlməz davranışının məqsədlərini aydınlaşdırmaq üçün bu metod işlənilib, hazırlanmışdır. Yəni uşaqların xoşagəlməz davranışını aradan qaldırmaq üçün sosial intizam modeli deyilən bir metoddan istifadə olunmağa başlanılmışdır. Bu modeldə, bu metodikada cəza və ya mükafat olmadan deməli, əməkdaşlıq davranışını stimullaşdırmaq təklif olunur. Yəni, uşaqları cəzalandırmadan və yaxud da onlara mükafat təyin etmədən biz uşaqları əməkdaşlıq yolu ilə stimullaşdırmağa çalışmalıyıq. Və bu zaman uşaqlarda olan mənfi rəyləri və yaxud da mənfi tərəfləri, mənfi rəylər və yaxud da belə deyək, doğru olmayan istiqamətə yönləndirməkdənsə, biz uşaqlara tamamən onların hisslərini qavramaqla, hisslərini və hisslərini yaratdığı davranışları dərk etməklə onları hər hansı bir qrupa aid etmə nəticəsində təlimə qazandırmaq fikrini irəli sürmüşdür. Yəni, bu günləri əgər uşaq sinifdə xaotik vəziyyət yaradırsa, sinifdə nizamsızlıq və intizamsızlıq prosesinə təsir göstərirsə, bunun ən əsas səbəbi çox da əsas səbəbləri. Bu səbəblərdən biri də uşağın özünü sinifə aid edə bilməməsi hissi ola bilər. Bax, bunun qarşısını almaq üçün müəllim deyilən metodlardan hər hansı birindən istifadə etməklə şagirdin hansı davranışının nə üçün olduğu və hansı nəticələrlə yekunlaşacağını bilə bilər və ya təsvir edə bilər. Bax, diqqət eləsəniz, burada 4 əsas hissə var. Bax, bunlardan biri belədir. Diqqəti cəlb etmək, ikinci olacaq güc nümayiş etmək, üçüncü qisas almaq davranışı, dördüncü uşaqlarda çarəsizlik və imtina hissidir. İndi diqqət edin, necə dedik, uşaqlar əgər hər hansı bir negativ hərəkət edirsə, burada birinci məqsəd diqqətinizi cəlb etməkdir. Diqqət cəlb edə bilməyəndə şagird ikinci hissəyə güc tətbiq etməyə başlayır. Məsələn, yoldaşlarını incidir və yaxud da hər hansı bir sinifdə xaotik vəziyyət yaradır. Əgər bununla da sizi özünə cəlb edə bilmədikdə qisas almaq niyyətinə düşür. Bu zaman əvəz çıxma, hər hansı bir xəta törətmə, bu tip hərəkətlərlə qarşılaşırıq. Qisas alma da nəticə vermədikdə və yenə müəllim məhəl qoymadıqda şagirdə və bu prosesin qarşısını almadıqda şagird çarəsizlik hiss edir və artıq ümumiyyətlə dərsdən imtina edib dərsə tamamən qoşulmur. Bax, bu baxımdan uşaqlarda 4 davranış pozğunluğunda 4 əsas mərhələ var. Birinci hissədə diqqət cəlb etmə məqsədi, ikinci hissədə güc tətbiq etmə, üçüncü qisas və dördüncü çarəsizlik və imtina hissidir. İndi başlayırıq səhv məqsəd və həll yolları. Uşağın məqsədi nədir? Başqalarını, yəni müəllimini, yoldaşlarını məşğul etməklə onlardan xüsusi diqqət və qayğı gözləmək. Baxın, bəzən şagirdlər və yaxud da hətta uşaqlara da aiddir bu, valideynlərindən diqqət almadıqda, lazımı qayğı görmədikdə, bunu adətən uşaqlarda müşahidə edə bilərsiniz, körpə yaşında, çalışırlar ki, məsələn, hər hansı bir hərəkətlə və yaxud da hər hansı bir qeyri-adi bir işlə valideynini cəlb eləsinlər. Baxın, baxmayaraq ki, bu yaxşıdır, yox ha, məsələn, bəzən çox vaxt yaxşı hərəkətin də nəticəsi valideyn tərəfindən görülmədiyinə görə uşaqlar adətən negativ bir davranışla valideynin diqqətini cəlb etməyə çalışırlar. Və bu negativ davranışda da valideyn onu məsələn tənbih eləyəndə, ona yönələndə uşaq əslində ondan diqqət alır. Deyirsiniz, Əsmər müəllim, axı negativ bir hərəkətdir. Bəli, negativdir, amma negativdə belə uşaq valideynindən bir diqqət alır. Çünki ona yönəlir, onunla maraqlanır. Bu baxımdan uşağın diqqət cəlb etməkdə əslində məqsədi başqalarını məşğul etməklə əslində onlardan diqqət və qayğı almaqdır. Uşağın inamı. Mən yalnız diqqət çəkəndə xüsusi qayğı görəndə özümü aid hesab edirəm. Yəni kiməsə və nəyəsə. Mən yalnız səni mənimlə məşğul etdiyim zaman önəmliyəm sənin üçün. Yəni normalda uşaq diqqətdən kənardadır. Bu müəllim üçün də aiddir və şagird yalnız diqqəti çəkəndə müəllimdən diqqət gördüyünü hiss edir. Bunu sinifdə biz necə müşahidə edirik? Müəllim çox vaxt müəyyən qrup uşaqlarla məşğul olur. Bu konkret belədir. Müəyyən qrup uşaqlarla məşğul olur.
Burada bu var. Və uşağı digər uşaqları, hətta uşaqların hər birini ayrılıqda götürsək, çünki differensial təlimdə hər uşağa fərqli yanaşmaq lazımdır. Müəllim müəyyən qrup uşaqla maraqlana bilir və müəyyən qrup uşaqla maraqlanmır. Belə olan təqdirdə nə etməlidir? Diqqəti ya danışmaqla, ya səs çıxartmaqla, ya müəllimə aid bir hərəkət və yaxud da hər hansı bir qeyri-adi hərəkət eləməklə yoldaşlarına və sinifə qarşı, dərsə qarşı, bəzən özlərini gülünc vəziyyətə qoymaq bahasına belə elə bir söz deyə bilər ki, burada bütün sinif və müəllim gülə bilər. Bax, burada məqsəd əslində özünə cəlb etməkdir. İnam da budur ki, mən diqqəti necə çəkə bilərəm? Yalnız nə zaman sizdən qayğı görə bilərəm? Mən sizi diqqətinizi cəlb eləsəm, neqativ və ya pozitiv, əslində çox neqativ mənada. Gizli mesaj nədir burada? Mənə diqqət yetirin, məni cəlb edin, mən qoşulmaq istəyirəm. Əslində, bunu edən şagird sizə bunu demək istəyir. Mənə diqqət yetirin və məni dərsə cəlb edin. İndi həll yolları deməli, direkt kurs verir. Bunlar hansılardır? Diqqəti minimuma indirmək, davranışa məhəl qoymayın və yaxınlıqda durun. Qeydləri götürün. Şagirdin diqqətini yayındırın. Fəaliyyəti dəyişdirin, sual verin və jest edin. Uyğun davranışlarını dəstəkləyin, təşəkkür edin, təbrik stikeri verin. Şagirdi hərəkət etdirin. Şagirddən başqa oturacaqda oturmasını xahiş edin və düşüncə kreslosuna göndərin. Bu necə bir həll yoludur deyərsə Əsmər müəllimə. Məsələ budur ki, yəni diqqətini necə biz minimuma endirək? Əgər sizi qıcıqlandıran və ya sinifdə neqativ bir hərəkət edən uşağa qarşı aqressiv olsanız, siz də diqqəti maksimumuna yönəltsəniz ki, bu bir problemdir, bunu belə görsəniz, o daha da sizdən diqqət cəlb eləmək üçün daha dərin fəaliyyətə keçəcək. Bunun qarşısını almaq üçün diqqəti minimalizə etmək lazımdır. Amma bununla yanaşı müəyyən addımlarla diqqətinizin onda olduğunu da bildirə bilərsiniz. Və yaxud da pozitiv istiqamətdə təşəkkür etməklə, təbrik stikerləri verməklə, burada qeyd olunduğu kimi müxtəlif yollarla müəllim və yaxud da belə deyək, stimullaşdırıcı bir rəy verməklə şagirdi davranışını dəstəklədiyini nümayiş etdirə bilər. Güc nümayiş etdirmək. Bu da uşaqların əl atdığı, bu tip uşaqların əl atdığı bir digər mərhələdir. Burada məqsəd uşaqda güc nümayiş etdirir. Nüfuz qazanır. Məsələn, yoldaşlarını döyür. Kimisə, məsələn, bəzi sinifdə görsən qızın saçını çəkir, partadakı stolun üstündəki əşyaları qurcalayır, kimisə pozanı götürür, vermir. Görsəz uşağın digərisi, ay müəllimə deyir, falan kəs mənim pozanımı götürdü, qələmi götürdü, vermirəm və s. Bax, burada əslində güc nümayiş etdirməklə başqaları üzərində nüfuz qurmağa çalışır. Uşağın inancı budur. Mən yalnız nüfuzlu olduğum və vəziyyətə nəzarət etdiyim və ya heç kimin mənim üzərimdə nüfuz sahibi ola bilməyəcəyini sübut etdiyim zaman özümü mənsub hiss edirəm. Yəni, burada uşaq başqalarının üzərində, daha çox müəllimin ən çox yaxşı oxuyan, ya da yaxşı çalışan, dərsə qoşulmağa çalışan uşaqlarla problem yaşayır bu tip uşaqlar. Və burada da məqsəd odur əslində güc nümayiş etdirmək ki, mən səndən daha yaxşıyam, mən daha hazırlıqlıyam, əslində mən səndən daha qiymətli,yəm. Yəni, özünə dəyər qazandırmaq istədir. Və gizli mesaj budur ki, əslində mənə kömək edin, mənə seçimlər verin, özümü bacarıqlı hiss etmək istəyirəm. Yəni, sinifdə adətən bacarıqsız görünən, diqqətdən kənarda qalan uşaqlar çox vaxt güc nümayiş etdirməklə, sinifdə də o biri uşaqlara da güc nümayiş etdirməklə onlara da sübut etməyə çalışırlar. Sanki ki, yəni mən səndən daha önəmliyəm və ancaq burada daha çox fiziki güc və digər gücdən söhbət gedir. Soyuqqanlılığınızı qorumalısınız. Müəllimə verilən həll yolu budur. Davranışları ilə mütləq razılaşmadan perspektivləri, hissləri və narahatlıqlarını tanımağa çalışın. Time-outdan istifadə edin. Arada bir fasilələr götürməklə. Fərdi söhbətlər aparın. Dağıdıcı davranışın nəticələrini aydın şəkildə uşağa təsvir edin və əlbəttə ki, cəza tədbiri yox, düzəldici fəaliyyətlərə çalışın ki, daha çox diqqət yetirəsiniz. Və unutmayın ki, bizim burada əsas məqsəd uşağın bizə vermək istədiyi mesaj, onun inancı və məqsədini qavramaqdır. Uşağın bir digər yolu adətən sosial nizam və ya intizam modelinə qisas almaqdır. Qisas almaq daha dərin bir problemdir. Uşaq əvəz çıxır və uşağın inancı budur ki, özüm incinəndə başqalarını da incidirəm. Mən bəyənilə və sevilə bilmirəm. Gizli mesaj budur ki, mənə kömək et, incinmişəm. Hisslərimi qəbul et. Mən sayıldığımı hiss etmək istəyirəm. Yəni, qisas almaq naminə uşaqlarda və yoldaşlarında və yaxud da sinifdə müəllimə hər hansı bir hərəkət əslində uşağın hörmət edilmək hissinə irəli gəlir. Yəni, onun hisslərini tanımaq və burada güc nümayiş etdirməklə bağlı addımlar burada davam etdirilə bilər. Yuxarıda sadalanan pozitiv məzmunlu belə deyək, tədbirlər, əslində fəaliyyətlər uşağı dərsə cəlb etməyə imkan verə bilər. Çarəsizlik hissi və imtina. Bu, ən belə deyə bilərik ki, məktəbdə qlobal bir problemdir. Çünki adətən bu son hədd olduğuna görə, adətən uşaqlar, bu tip uşaqlar dərsdən imtina edir.
ya tamamilə dərsə qulaq asmır, başqa işlə məşğul olmaq da yenə imtina aid edilə bilər və bu cür uşaqda məqsəd təslim olmaq və tək qalmaqdır. Uşağın inancı mən qeyri-kamil olduğum üçün heç bir yerə və yaxud da heç bir şeyə aid ola bilmirəm. Ona görə də başqalarını məndən heç nə gözləməməyə inandıracağam. Mən acizəm və bacarmıram. Çalışmağın və oxumağın da mənası yoxdur, çünki müsbət nəticəyə heç bir təsiri yoxdur. Əslində gizli mesaj budur sizə ötürmək istədiyim. Mənə ötəsindən gələ bildiyim kiçik addımlar ver. Uğurlarımı vurğula, özümü olduğum kimi qəbul etməliyəm, cəsarətləndirilməyə ehtiyacım var. Və beləliklə fikir verirsiniz, çarəsizlik hissi və dərsdən tamamilə uzaqlaşan bir şagirdin əslində motivləri budur. Bəs onda nə etməliyik? Lazım olan budur ki, metodlarınızı dəyişdirəcəksiniz. Əgər bu uşaq sizdən imtina edib və dərsdən imtina edibsə, hər dəfə bir addım öyrədin. Yəni onu kiçik-kiçik addımlarla cəsarətləndirin. Fərdi dəstək verin. Uşağın özünə müsbətləri təlqin etməyi öyrədin. Səhvlərdən doğru nəticəyə çıxartmağı uşaqlara təlqin edin və öyrədin. Bax, bütün bunlar əslində uşaqları sinifinizə və sizə aid hiss etməsinə kömək edəcək. Baxın, əslində doğrudan da sosial intizam modeli doğru tətbiq edildiyi halda bu 4 mərhələdən biz uşağı çıxarda bilərik. Yəni çalışmaq lazımdır ki, 4-cü vəziyyətə gəlib çıxmayaq. Ən aşağı səviyyədən biz uşaqları mövcud həll yolu və doğru yanaşma ilə dərsə cəlb edə bilərik. Beləliklə, hörmətli müəllimlər, burada bir digər məqam budur ki, tərif və təşviq arasında fərq nədir? Gəlin bir bunlara baxaq. Baxın, bu günləri tərif dedikdə deyir, tamamlanmamış nailiyyətə görə verilən mükafatdır tərif. Rəqabəti stimullaşdıran anlayışdır. Egoizmi stimullaşdırır. Bəs təşviq bir cəhdin qəbul olunması, uşağın öz fəaliyyətini qiymətləndirməyə kömək, bərabərlər arasında mesajdır, əməkdaşlığı stimullaşdırır. Yəni bu gün müəllimlərimizin əksəriyyəti düzgün rəy və düzgün belə deyək, tərif vermirlər. Tərif də düzgün olmalıdır, təşviq də. Çünki tərif yeri gəlinə təşviqə çevrilməlidir. Biz ümumiyyətlə rəy verərkən, rəy nədir? Stimul, uşağa dəstək verən və uşağa yol göstərən bir anlayış. Rəy verərkən biz əvvəlcə uşağı tərifləyirik. Amma bu tərifləmə uşağın ağlına görə olmamalıdır. Məsələn, tapşırığı düz yazdığına görə, onun nailiyyətlərinə görə tərifləmək. Sonra onun səhvlərini deyib, sonra ona istiqamət verməliyik. Çünki onsuz da o artıq səhvləri edib. Və bu zaman müəllim sırf tərifdən istifadə edirsə, bu doğru bir anlayış deyil. Ona görə də biz uşaqları tərif və təşviq etməliyik, ancaq doğru və düzgün belə deyək, yanaşmadan istifadə edərək buna nail ola bilərik. Hər kəsə təşəkkür edirəm və SEO modelinə dair testləri də və sosial intizam modelinə dair testləri də işləməyinizi hər birinizə məsləhət görürəm. Təşəkkürlər.